Bədənimiz saatda təxminən 100 watt elektrik enerjisi hasil edir. Bu təxminən standart bir lampanın gücü qədərdir. Biocərəyanlar adlanan bu elektrik impulsları orqanizmimizdəki həyati vacib prosesləri idarə edir. Ürəyin fəaliyyətindən tutmuş, əzələlərin hərəkətinə və neyronlar arasında siqnalların ötürülməsinə qədər. Biocərəyanlar zəiflədikdə bu yorğunluğa, ağrılara və sinir sisteminin işində pozuntulara səbəb ola bilər. Amma maraqlı bir fakt var. Fohov bioenerji masaj aparatı biocərəyanları 8 wattlıq tezliklə stimullaşdırır ki, bu da bədənimizin hüceyrələrinin tezliyi ilə eynidir. Belə stimullaşdırma tamamilə təhlükəsizdir və qan dövranını yaxşılaşdırmağa, gərginliyi aradan qaldırmağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Biocərəyanlar hüceyrələr arasındakı elektrik körpüləridir və onların düzgün stimullaşdırılması sağlamlığınızı yaxşılaşdıracaq. Meridian terapiyasını Azərbaycanda Dr. Leyla ilə kəşf edin. Meridian terapiya sağlamlığınızın ünvanı.